Sabahınız xeyir, hər birinizi salamlayıram. Bugün sizə Faberlic şirkətinin 7-ci kataloqun yeniliklərini təqdim etmək istəyirəm. Heç vaxt düşünməzdim ki, elə bir yaşa çatacağım ki, 5-0 mənim xeyrimə olacaq. Faberlic şirkətində çalışaraq daha yaşlı dəri üçün nəzərdə tutulmuş seriyasını sizlərə təqdim edəcəm. Bu seriyada hamının sevilən seriyasıdır, Renovage. Əgər cavan qalmaq istəyirsinizsə, artıq yaranmış qırışlarınızın azalmasını və bundan sonra yaranan qırışların qarşısını almaq istəyirsinizsə, siz məhz bu seriyadan istifadə etməlisiniz. İlk öncə təqdimatı, bax bu üzü yumaq üçün köpükdən başlamaq istəyirəm. Mən özüm hələ bu Renovage seriyasından istifadə etməmişəm, amma Garderika seriyasından istifadə edirəm və qeyd eləmək istəyirəm ki, mənim həyatım bundan əvvəl və bundan sonraya bölünübdür. İlk dəfə bu köpükdən istifadə edəndən sonra. Mən bilmirəm sizlər necə, mən o qədər də sevmirəm üzümü südlə silməyə. Mənə elə gəlir ki, onun südün qalıqları məsamələr arasında qalır, üstündən də tonikla silmək lazımdır və s. və ilaxırı. Amma mən hər halda tonikdan istifadəsini tövsiyə edirəm sizlərə. Sadəcə olaraq istəyirəm biraz bax bu köpük haqqında danışım ki, üzünüzün daha hamar, daha təmiz, daha təravətli qalmağını istəyirsinizsə, səhər-axşam bax bu köpükdən başlamalısınız. Gözəl qoxusu da vardı. Ondan sonra artıq keçid alırıq bizim tonikimizə. Mən indi tonikı da sizlərə təqdim edəcəm. Bax belə bir tonikdir. Tonikdə bu məsamələrin arasında qalan qalıqları arada götürmək üçündür. Tonikdən istifadə edəndən sonra tövsiyə edilir. Bax bu zərdabdan istifadə eləyəsiniz. Bu zərdab da nə üçündür? Çünki məsamələrimizi təmizlədik bütün qalıqlardan və məsamələrin bağlanması üçün və dəridə görünməməsi üçün, ümumiyyətlə dartılıb bağlanması üçün nəzərdə tutulan belə bir zərdabımız vardı. Çox gözəl. Mən hər bir xanıma onu tövsiyə edirəm. Çünki dərini xüsusən cavanlaşdıran bir vasitədir. Ondan sonra ancaq keçid ala bilərik gündüz kremimizə. Gündüz kremimizi də bax mən sizlərə göstərirəm. Qırışlarınızı açacaq. Bundan sonra yaranan qırışların qarşısını alacaq. Dərinizi hammar edəcək. Dərinizi eyni rəngdə olacaq, bərabər bir rəngdə qalmağını kömək edəcək və təbii ki, dəriniz nəmləndiriləcək. Bu da əsas məsələdir və yaşlaşmağın ən böyük, belə deyək, mübarizə aparmaq üçün nəzərdə tutulan kremlərdən biridir. Xanımlarımızın əksəriyyəti dəriyə qulluq edəndən sonra xüsusi boyun və dekolte nahiyəsini unudurlar, yaddan çıxardırlar. Amma buna xüsusi diqqət və qulluq lazımdır və məhz bunun üçün də dekolte və boyun nahiyəsi üçün nəzərdə tutulmuş yaşlaşma prosesini ləngidən gözəl bu seriyadan olaraq, Renovage seriyasından olan gözəl məhsulumuzu da